Hamınıza salam dostlar. Kanalıma və videoma xoş gəlmisiniz. Biz bugün multimetr təmir edəcəyik. Gəlin çox danışmadan videoya keçək. İndi multimetri için açıb baxmaqdan əvvəl dəqiq işləyib işləməmədiyini bir dənə test edək. Bu multimetr 9 volt bir batareya ilə işləyir. Arxasında belə bir yer var. Bunu belə açırıq və içərisində soket var. Bu soketin iki başı olur. Yumru və 5 bucaqlı. Bunun əksi əksinə, yəni çarpaz bağlayırıq. İçinə keçəcək şəkildə. Gördüğünüz kimi işləmir. Bu multimetrin qıraqlarında heç bir şurup yoxdur. Ancaq qapağı açanda üstə 2 ədəd şurup gördüm. Bu ulduz tornavidadır. Bu arada dostlar, bunun içində naqillər qopmuş ola bilər, komponentlər yanmış ola bilər. İndi mənim bir ədəd multimetrim olduğu üçün göz ucu baxacağam. Belə için açandan sonra naqil qopmuş olsa və yaxud da başqa bir məsəl üçün enerji mənbəyi. Bu arada xarab olmağın səbəbi ortaya çıxdı. Güc mənbəyində plus yeri ayrılıb. Baxın içinə. Bu naqil səhv eləmirəmsə bura bağlanmalıdır. Dostlar, biz bunu bura lehimləyib test edək görək işləyir, yoxsa başqa bir xarab bir şey var. Şimdi biz bu naqilin başını açaq və pastaya vuraq. Bu arada burada işlətdiyim lehim və komponentlərin linkini aşağıda tapa bilərsiniz. Lehim alırıq. Bəli, yapışdırdıq. İndi isə bağlamamazdan əvvəl test eləyək.
dostlar, gördüyünüz kimi yenidən işləməyə başladı. İndi isə qutunu toparlayaq. Bəli, yenidən 2 ədəd şurubumuzu yerinə taxaq. Bəli dostlar, qutunu toparladıq. İndi isə bataryanı yerinə taxıb qapağını bağlamaq geriyə qaldı. İndi son dəfə işləyib işləməməyini yoxlayaq. Belə yoxlamaq daha doğrusu tam doğru deyil. Ona görə naqillərini də üstünə taxın. Və bir ədəd lityum batarya test eləyək. Bu arada lityum bataryaları bu konumda alternativ akımda yoxlamaq olar, yoxsa əks halda multimetrin beynini yandıra bilərik. Müsbət qırmızı, mənfi isə qara rəng. Gördüyünüz kimi 4.15. Sağ olun dostlar, salamat qalın. Bugünkü videomuz da bu qədər idi. Kanalıma abunə olub like atmağı yaddan çıxartmayın. Sağ olun, salamat qalın.